Dostlar, bu da 15 Mart buraxılış imtahanının maraqlı çevrə sualıdır. Demək, hansı ki bizə verib, demək, AD kəsəni, AB-ni verib kök 5, bu hissəni verib kök 5, daha sonra AC-ni verib 1, bizdən nəyi tələb edir? Çevrənin radiusunu. Eri tapmağı bizdən tələb edir. Dostlar, biz burada çox zaman gedə bilərik. Mərkəzdən vətərə qədər hündürlük endirsəm, bizim xassəmiz var idi ki, mərkəzdən vətərə çəkilmiş hündürlük vətəri yarıya bölürdü. Yəni bu hissəyə bir x desəm, bu hissədə x olmuş olacaqdı. Daha sonra bu mərkəzlə, yəni O nöqtəsində bu B-ni birləşirsəm, burada bir kvadrat əmələ gəlmiş olacaq. Demək bu tərəf, yəni x və 1-dirsə, yəni x plus 1-dirsə, yəni bu hissə x plus 1-dirsə, demək bu hissə də x plus 1-dir. Daha sonra biz bilirik ki, çevrənin mərkəzindən çevrənin istənilən tərəfinə olan məsafə radiusdur. Demək bu O nöqtəsindən bu C-yə bir dənə xətt çəksəm, bu mənim radiusum olacaq, düzdürmü? Radiusum da nəyə bərabərdir? X plus 1-ə. Bitdi. Və buradan da paralellikdən kvadrat olduğu üçün bura kök 5 olur. Artıq bu hissəyə mənim Pifaqor tətbiq eləməyim sualımı bitirməyim deməkdir. Hansı ki, kök 5-in kvadratı 5, üzərinə gəlsin x-in kvadratı. Yəni x-in kvadratı bu da bərabərdir x plus 1-in kvadratına. Yəni x kvadratı plus 2x plus 1. X kvadratlar sağda solda getdi. 2x bərabərdir 4-ə, x də bərabərdir 2-yə. Bizdən nəyi soruşurdur? Radiusu. X 2-dirsə, gətirib bura qoysam 2 plus 1, radiusumuz 3 olmuş olacaqdır. Demək, digər üsul nədir? Digər üsulda, yəni şablon bir üsuldur. Hansı ki, kəsən və toxunan xassəsidir. Burada fikir versək. Demək, necə olacaq? Kök 5-in kvadratı bərabər olmuş olacaq. 1 vurulsun, yəni ilk yer vurulsun bütün hamısı. Yəni nə? 1 plus 2x. Yəni 1 vurulsun 1 plus 2x. Buradan da nəyə bərabər olmuş olacaq? 5 bərabərdir 1 plus 2x-ə, 1 plus 2x-ə, 4 bərabərdir 2x-ə, x də bərabərdir 2-yə. Yenə də x-in yerinə 2 qoysam, radiusum olacaq 3.